Bəlaların ümumi bir səbəbi varmı? Nə üçün insanların başlarına bəla gəlir? Əzizlərim, bu günləri mən ilahi ədalət mövzusunun ümumi müxtəsər bir strukturu barəsində danışmaq istəyərdim. Etiqadi məsələlərdən biri də ilahi ədalət məsələsidir. Lakin bunun üzərində İslam alimləri çox belə ağır və geniş şəkildə mübahisə və müzakirələr aparıblar. Quran-ı Kərimdə ədalət sözü birbaşa Allah barəsində işlədilməsə də, Allahın müqəddəs zatından zülmün nəfi olunması, yəni inkar edib uzaqlaşdırılması ifadəsilə bu həqiqət bəyan edilmişdir. Yəni nə? Yəni Allah Taala Quranda birbaşa olaraq özünə ədalətliyəm, yox, mən zülm etmərəm prinsipi ilə yanaşıb. Məsələn, Yunus surəsi 44-cü ayədə oxuyuruq. Şübhəsiz ki, Allah insanlara zərrə qədər zülm etməz. Lakin insanlar özlərinə zülm edərlər. Yəni zülmü insan özünə və ya digərinə edər. Lakin Allah heç kəsə zülm etməz. Zülm isə ədalətin antonimidir. Kəhf surəsinin 49-cu ayəsində oxuyuruq. Əməl kitabı ortaya qoyular. Günahkarların orada olanlardan vahiməyə düşdüyünü görərsən. Onlar deyərlər, vay olsun bizə, bu necə bir kitabdır ki, kiçik böyük heç bir şey buraxmadan hamısını sayıb qeyd etmişdir. Onlar etdikləri hər bir əməli qarşılarında hazır görərlər. Sənin Rəbbin heç kəsə zülm etməz. Yəni insanın düşdüyü durumun səbəbkarı elə özüdür. Allah Taala'nın heç kəsdən şəxsi qərəzliyi yoxdur. Allah Taala hər kəsə öz layiq olduğunu verər. Fussilet 46-da oxuyuruq. Kim yaxşı bir əməl etsə, öz lehinədir. Kim də pislik etsə, öz əleyhinədir. Sənin Rəbbin bəndələrə əsla zülm edən deyil. Yəni, yaxşı iş görürsən, lap desən ki, Allah üçün edirəm, bu yenə də sənin özünə aiddir. Sən Allaha minnət qoya bilməzsən ki, mən Allah üçün etdim. Yox, sən bunu özün üçün edirsən. Ha belə pislik də etsən, bu yenə də sənin öz əleyhinədir. Allah heç kəsə nə etməz, zülm etməz. Rum surəsinin 9-cu ayəsində oxuyuruq. Məyər onlar yer üzündə gəzib dolaşmadılarmı ki, özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxsınlar. Onlar güc, qüvvət baxımından bunlardan daha üstün idilər. Torpağı şumlamış, onu bunlardan daha çox abadlaşdırmışdılar. Onların peyğəmbərləri də onlara açıq aydın möcüzələrlə gəlmişdilər. Şübhəsiz ki, Allah onlara zülm edən deyildi, lakin onlar özlərinə zülm edirdilər. Mənim əzizlərim, yəni bu Quran ayələrindən gördük ki, Allah Taala sadəcə özünə, öz zatı barəsində belə deyir ki, o heç kəsə zülm etmir. Zülmü yalnız insanlar özlərinə edirlər. İndi gəlin bəlaların ilahi ədalətlə ziddiyyət təşkil edib etməməsi barəsində danışaq. Bu bəlalar yaxşı nədir? İnsana üz verən bəlaların ilahi ədalətlə heç bir ziddiyyəti yoxdur mənim əzizim. Yəni insanların ki, bu dünyada başlarına gələn işlər var ha, insana ən rahat gələn bir şey Allahı ittiham etməkdir. Allah niyə susur? Allah niyə qarışmır? Allah niyə burada bunu düzəltmədi? Allah niyə məni belə eləmədi? Görürsən, haradasa müharibə gedir, kimsə zülm nəticəsində öldürülür, kiminsə başına xoşa gəlməz şeylər gəlir, dərhal divan ekspertləri Allahı günahlandırırlar və burada baş verən şeyləri həqiqi olduğu kimi analiz etmirlər. Yaxşı, o adamlara sual veririk ki, bəs Allah yoxdursa məsələ necə həll olunacaq? Yoxsa bu məsələnin baş verməsinin başqa bir ayrı səbəbləri var, səbəbkarları var. 1. Bəlaların bir qismi bəşərin öz əməlləri səbəbindəndir. Şura 30-da oxuyuruq. Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız üzündəndir. Yəni insanlar bir sıra əməllər edirlər, günahlar edirlər və s. şeylər edirlər. Bunun nəticəsində insanın başına bir sıra müsibətlər, problemlər gəlir. Baxmayaraq ki, Allah Taala bunların bir çoxunun üzərindən keçir, əfv edir. Rum surəsinin 41-ci ayəsində oxuyuruq. İnsanların öz əlləri ilə etdikləri, yəni əməllər, günahlar üzündən quruda və dənizdə fəsad, yəni pozğunluqlar, fəlakətlər üzə çıxdı ki, Allah bəlkə qayıtsınlar deyə onlara etdikləri əməllərin bir qismini datdırsın. Yəni bu quruda, suda baş verənlər kimin əməlləridir? Bu müharibələr, bu təbiətə, insana, ümumiyyətlə hər bir şeyə zülmləri edən kimdir? İnsandır, yoxsa Allah? Deməli, başa düşdük ki, problemlərin bir qismi insan tərəfindən ortaya düşən pozğunluqlardır. Burada bir meyar deyim ki, Allah tərəfindən gələn bir şeylərin daxilində hikmət var. İnsana nəyisə öyrədir, insana nəyisə başa salır, insana neyinsə nəticəsini göstərir.
Lakin bir sıra bəla problemləri isə insanın sadəcə başına açdığı, nə deyim, axmaqlıqların üzündəndir. Bəlaların bir qismi isə Allah tərəfindən nazil olur ki, bunun da 3 forması var. 1. Bu bəlaların bir qismi zalimlar üçündür. Yəni onları tərbiyə etmək və tənbih etmək məqsədi ilədir. Əraf 163-də oxuyuruq. Sən onlardan dəniz sahilində yerləşən o kənd haqqında soruş. O zaman onlar şənbə qadağasını pozurdular. Çünki şənbə günü tutduqları vaxt balıqları su üzünə çıxaraq onların yanına axışır, şənbə etmədikləri, yəni başqa günlər isə onların yanına gəlmirdi. Fasiqlik etdiklərinə görə biz onları belə imtihan edirdik. Bu bəlaların bir qismi, yəni ikinci qismi möminlər üçündür. Niyə? Onları imtihan etmək məqsədi ilə. Ənfal 17-də oxuyuruq. Onları siz öldürmədiniz, lakin Allah öldürdü. Atarkən də sən atmadın, lakin Allah atdı. Məqsəd ox atmaqdan gedir. Möminləri öz tərəfindən gözəl bir imtihandan keçirmək üçündür. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Yəni, mömin kəslərin qarşılaşdıqları bir sıra çətinliklər var ki, Allah Taala bunu onları imtihan, sınaq etmək üçün edir. Yəni, imtihan o demək deyil ki, baxım 3 alacaq, 5 alacaq. Yox, Allah Taala üçün qeyri-müəyyən bir şey yoxdur. Məqsəd budur ki, insanın potensialı üzə çıxsın. Nə çox insanlar var ki, onu tərpətməsən, durub bir çıxış yolu tapmağa çalışmaz. Üçüncü isə Allah övliyaları üçün nəzərdə tutulan bəlalardır ki, bu da onların dərəcə və mənzilətini ucaltmaq məqsədi ilədir. Bəqərə 124-də oxuyuruq. Rəbbi İbrahimi bəzi kəlmələrlə sınadığı və o da bunları tam şəkildə yerinə yetirdiyi zaman Allah buyurdu. Mən səni insanlara imam təyin edirəm. İbrahim Peyğəmbər dedi, nəslimdən də, yəni ki, imam təyin et. Allah isə dedi, mənim əhdim zalimlara nəsib olmaz. Yəni, burada da gördük ki, İbrahim Peyğəmbər bir sıra imtihan sınaqlardan keçdi və nəhayət Allah Taala ona axırıncı, yəni imamət məqamını verdi. Əzizlərim, Əli əleyhissalam bu barədə də fikir buyurub, qeyd edib ki, bəla, zalim, zülümkar insan üçün tərbiyə, yəni tənbih, ədəbləndirmə, mömin üçün imtihan, peyğəmbərlər üçün isə bir dərəcədir.